Əziz izləyicilərimizi salamlayıram. Bugün fərqli bir bölümdür. Avtobox'un yeni bölümüne hoş geldiniz. Bugün aradayım. Bugün retro avtomobillərin sərgisindəyik. Sərgisindəyim, festivalındayım. Səhərdən gəzirik. Valla çox elimizdədir. Həqiqətən atmosfer çox süperdir. Və avtomobil sahiblərinlə bir qısa söhbətlərimiz olacaq. İzləməli qalın. Aylar keçirirlər, keçir adım olur. Yadlar gəlir, dolma olur, yadım olur. Məhəbbətlərdən ömür nadıl olur. Ey həyat, sən nə qəribəsən. Bu yıllar yaşadı canımızda. Gənclik eşki qaynadı kanımızda. Doğum oldu atamız, anamızda. Ey həyat, sən nə qəribəsən. Avtomobillər olmasa da özləri buradadır. Necəsiz, nətər? Sağ ol şükür, hər şey əladır, hər şey gözəldir. Qarşıda tədbirdə maraqlıdır. Başda yaxşı maşınlar var. Sözlər bu tədbir haqqında. Yəni belə tədbir olmalı. Yəni hisslər başlayır sizə. Mənə tədbirlər çox olmalıdır əslində. Cəmaət görməli, yığılan maşınlara dəyər də verilməlidir. Görməli, əziyyət çox çəkilir bu maşınlarda. Əsasən də balaca uşaqlar bilsinlər ki, köhnə maşınlar nə olacaqdır. Yəni əsas Yusif, maladet, halal olsun, əla tədbirdir, xoşuma gəlir. Yaratmışsan, qəşəndir. Mənə retro tədbirlər çox olmalıdır. Çünki maşınlar, hər il çoxlu maşınlar yığılır, maraqlı maşınlar çıxar. Reallıqda görürük, o xoş yaradılır. Sən də qatlasan. Yeniliyimiz var hələ ki, qarşıda gözləyərsiniz. Yayda. Hələ ki, ona görə də biz yaya hazırlaşırıq. maşınları inşallah. Bir yeniliyimiz var bizim. Çox sağ olun. Çox sağ olun, çox sağ olun. Uğurlarsınız. Sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız Necəsiz, nətər? çox sağ olun. Allah sizdən razı olsun. Çox qəşəng bir hissiyat qatmışsınız bura. Köhnələr yaratır. Çox sağ olun. Bəli, biz belə deyək də bugünkü gündə həqiqətən də bu tədbiri təşkil eləməkdə odur ki, doğrudan da indiki cavanları keçmişə qaytaraq. Yəni sərginin də adı elədir, keçmişə səyahət. Yəni fikrimiz odur ki, yəni biz bunları göstərməklə düz Azərbaycan tarixinin biz o dərinliyin tam deyə bilmərik, çünki bizim tarix çox dərindir. Müəyyən bir qism. Bəli. 70-ci illəri, 80-ci illərdə məsələn insanlar necə yaşayıb və yaxud da ki, həmən vaxtı belə deyək, bugünkü gündə Range Rover'də gəlin çıxırlar, amma həmən o illərdə nənələrimiz, analarımız məsələn bu formada maşın. Bəli, qazı. Yəni belə maşınlarda gəlin çıxanlar çox sevinirdilər də, yəni həddindən artıq ki, həqiqətən də Bu elə bir ki, o vaxtın qoyuşu idi. bəli, o vaxtın olsun. Yəni belə tədbirdən keçirmək sizin bir istər atır. Yəni belə tədbir daha çox olmalıdır ki... Əlbəttə biz belə tədbirlərdən çox təşkil eləməliyik. Yəni o şərait yaradılmalıdır ki, hər dəqiqə doğrudan da biz qədimliyimizi itirməyək, köhnəliyimizi itirməyək. Bəli. Biz bugünkü gündə bizim üçün maraqlı olar. O cürə ki, bu gün Bakıda təşkil eləmişiksə bunu sırf Bakı abu havası ilə, sabah gedək bunu bir Şuşada təşkil eləyək, Şuşa abu havası ilə. İnşallah. Və yaxud Göyçayda keçirdək, Göyçay abu havası ilə. Yəni hər bir belə deyək də bölgəyə, hər bir regiona uyğun tərzdə bizə xoş olar ki, tədbirləri tez-tez təşkil eləyək, keçirdək. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Organizasiyası, tədbirin Yox, təşkil olunması. hələ sual verəcəm. Hələ başlayacaqsan. Hələ Ama ben o şey 2-7 üste verirdi be. Daha sen tədbirdən maşından danışacaqsan, ben danışayım. Maşında danışmıyor. O tədbirdən onda sən danış. Gəl. Başla. Hop. Hələ bir de maşından sual vereceksin. Yox. Hələ salam, necəsiz, nətərsiniz? Tədbir haqqında nə deyə bilərsiniz? Belə tədbirdən keçirmək sizə nə istə bağışlayır? Tədbir çox gözəl, çox əla. Biz birinci dəfədir belə bir tədbirdə iştirak edirik. Maşını yeni restavrasiya eləmişik. Yəni tədbir çox sağ olun. Tədbir çox yüksək səviyyədədir. Azərbaycanda bu qədər həvəskarların olmağı çox gözəldir. Həmçinin də burada bizdən sonraki nəslə və uşaqları da görmək çox xoşdur ki, maraq ölmür. Maraq hələ də davam edir. Hələ də maraq var yeni nəslə. Çox maraq var. Mən bu qədər gözləmirdim şəxsən. Maşınla da gözləmirdim. Biz həmişə öyrəşmiş PK-ların tədbirinə, belə bahalı maşınlar tədbirinə, belə tədbirdə keçirmək. Bu da əslində gələcəyə baxmaq üçün keçmişi də görmək lazımdır. Bu bizim babalarımızın sürdüyü maşınlardır. Bu şəxsən mənim babamın sürdüyü maşın olub. Ona görə bu maşını çox sağ olun. Bu maşını saxlamaq, bu maşını görmək ona görə məncə çox dəyər daşıyır hamı üçün. Həqiqətən çox dəyəri var vaxtda. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm. Opel deyəndə ilk sima yada düşən İlkin qardaşımızdır. İlkin, necə sən nətərsən? Sağ ol, şükür Allah, sən etərsən. Sağ olun, gözəldir. Tədbir haqqında, atmosfer haqqında nə deyə bilərsən? Tədbir çox gözəldir, maşallah yaxşıdır. Azərbaycan belə tədbirləri inkişaf eləməyi hamı eləcək, nəinki mənə. Valla belə bu qədər açıq desək, bu qədər adam gözləyirdim burada.
bu qədər adam gözləmirdi. Mənə inanırsan ki, real maşınlardan çox bu modelka maşınlar ləzzət elədi. Həqiqətən də orada çox səviyyəli. Çox qəşəngdir. Ürək sözlərim var bizə. Təbrik edirəm. Yəni bu nətər demsə, Azərbaycanda avtomobil mədəniyyətinin inkişafı, yəni bu səviyyəyə çatmağı mən özümə nəinki bütün Azərbaycanlılar üçün məncə yaxşıdır. Yenə də təbrik edirəm. Sən də kanalda Çox sağ ol, rahat. xoş arzular. Öpürəm səni. Yaxında Opsinin detallı videosu gələcək. Orijinal ofisini. Ay, natural Opsi. Bəs, nə vaxt hazırdır? Bir aya. Sağ olun dostum, necəsiniz nəfəsiniz? Allah razı olsun. Tədbir haqqında nə deyə bilərsiniz? Tədbir necə hissə yarışdırsa? Belə deyək də, bizim yəni retro klub olaraq, yəni Yusif bizim qrup rəhbərimizdir. Sağ olsun ki, belə bir tədbir elan eləyib. Biz də gəlmiş iştirak edirik. Biz hər bir çox tədbirdə iştirak edirik. Belə klassik maşınlarla olacaq. Belə də ki, çox sevinç, gözəl, necə deyərlər, belə şeylərdən həzz alırıq. Yəni, belə bir tədbirdə bu qədər adam olmağı bambaşqa bir histir. Lap əladır. Belə necə deyərəm, indiki düzdür, bəzi zamanlar bilmir, hamısı üstünlük verir xarici maşınaza da, amma biz klassika bizim ürəyimizdir. Biz həmişə klassika ilə Keçmişimizi unutmayaq da. 100% başımıza dönərəm. Oluyor. Çox sağ Allah olun, razı olsun. təşəkkür edirəm. Sağ olun. Əzizləyicə, gördüyünüz kimi atmosfera belədir. Yəni, həqiqətən bambaşqa bir atmosferadır da. Həmişə superkarların tədbirində olmuşuq. Bu səfər retro avtomobillərin kasafının tədbirindəyik yəni. Qəribə gəlir, həm də maraqlıdır. Hazır çəkilişdəsən. Salam aleykum. Yorulmayasınız. Qollarınız bol olsun. Sağ ol, tədbir haqqında nə deyəm? Tədbirə indi giririk. Bayaq geri bir dənə baxdıq, indi yenə geriyə baxın. Məncə hər şey yaxşıdır. Yəni tədbirlərimiz daha çox olsun. İnşallah. Yorulmayasınız abi. Hadi. Sənin ürək sözləri də var. Ürək sözlərim odur ki, tez-tez olsun belə festivallar, ürəyimiz açılsın. Çox xoşdur. Hayır abi, nəfəsən var nə yox? Belə sağlaşa insanımız anında nə oldu? Tədbir haqqında bir ürək sözləri. Maraqlı tədbirdir. Həmişə festivallarda görmədiyimiz maşınları gördük burada. Bizim üçün də xoş oldu. Salam aleyküm. Necəsiniz nəfəsən var? Qardaş, bu tədbir haqqında bir atmosfer haqqında nə deyə bilərsiniz? Tədbirimiz, yəni ilk dəfədir bunu keçirdirik. Belə birinci də 2026-nın birinci festivalıdır bu. Öz klubumuz bu təşkil eləmişik. Atmosfer gözlədiyimizdən də çox qəşəng keçir. Biz belə bir şey gözləmirdik həqiqətən. Keçirdik, amma belə bir şey gözləmirdik. İlk dəfədir belə bir atmosfer, belə insanların böyle axınışı çox gözəl. Bizim özümüzə də xoşdur da yəni belə. Düzəlmişik ki, insanlar gəlsin, keçmişə səhət, şəkillər çəksinlər, qədim maşın. Özlərimiz də həmişə kimi papağımız alınır, köhnə istəyirlər. Çox gözəl, yəni mən açıq gözləm bu qədər adam gəlmir. Çox adam belə olmalıdır, rahat olurkən və həqiqətən sevgi var. Bəli, əlbəttə ki, insanlara belə bir şey göstərmək lazımdır. Belə bir şeylər cavanlara, uşaqlar görməlidirlər ki, baxdıkca belə bu maşınlarla şəhərdə insanlar gezir, hər dəfdir. Belə çox gözəldir, yəni bizim özümüzə xoşdur yəni bu şeylər. Əzizlərcə, gördüyünüz kimi tədbirlərlə davam edir, amma mən sizinlə yaxınlaşmaq istəyirəm. Çox gözəl oldu, avtomobil sahibinə az da olsa da intervyu aldı. Valla çox avtomobil sahibini tapa bilmədik burada. Yəni avtomobil yanına bir neçə dəqiqə gözləyik gəlsin, bir intervyu alaq, amma olmadı. Can sağlığı olsun. Sağ olun, salamat qalın, gələn bölümlərdəyik. Videomuza bəyənib dəstək olmayı unutmayın, sağ olun.